Herkese salam. Bugün istəyirəm sizinlə belə bir video paylaşım. Çin dilinə yiyələnmək üçün biz hansı vərdişləri özümüzdə formalaşdırmalıyıq? Bu videonu mən niyə çəkmək istədim? Çünki görürəm ki, məsələn, bir qrupdur, 5 nəfər var tələbələrim. İkisi uğurludur, üçü uğursuzdur. Niyə? Çünki vərdiş formalaşdırmırlar. Bilirsiniz, hər öyrənən Çin dilini öyrənə bilmir, yiyələnə bilmir və hər adam uğurlu olmur. Ona görə ki, bir dili öyrənmək və o dilə yiyələnmək davamiyyət tələb edir və bunun üçün də biz bəzi şeyləri bilirik. Təkrar. Yəni mən müəllimlə öyrənirəm ECS 3-ü. Mən paralel şəkildə 1 və 2-ni təkrar etməliyəm. Mən təkrarı əlimi təkrardan çəkməməliyəm. Təkrar edəndə çox yaxşı olar ki, mən heroqliflərlə təkrar edim ki, bir də mən sabah fikrimi dəyişərəm, ECS-yə girmək qərarı alaram imtahanına. Təkrar bizim üçün çox önəmlidir Çin dilində. Bilmirəm, başqa dillərdə də yəqin ki, bu var, əlbəttə bütün dillərdə var. Amma Çin dilinin bu heroqlifləri bizi dəfələrlə təkrara sövq eləyən bir şeydir. Biz onu dəfələrlə təkrar eləməliyik. 1 dəfə, 2 dəfə, 3 dəfə, 5 dəfə yox. Dəfələrlə təkrar eləməliyik. Birinci amil, ikinci amil davamlılıqdır. Davamlılıq olmalıdır. Yəni siz dil öyrənəndə düşünməməlisiniz ki, həftədə 2 gün dərsim var. Həmin 2 gündən 2 gün 1 saat hazırlaşım, bitdi. Yox. Bu davamlılıq yoxdur və burada effekt çox az alacaqsınız siz. Siz hər gün səhər duranda düşünməlisiniz ki, mən bu gün heç olmasa 1 saat, yarım saat Çin dili öyrənim. Bax bu bizdə ikinci punktdur. Biz bunu mütləq düşünməliyik ki, bu mənim üçün önəmlidir. Mən yiyələnməliyəm axı bu dilə. Mən sadəcə olaraq yola verməli deyiləm dilə öyrənmə prosesini. Düzdürmü? Çin dilini öyrənəndə biz nəzərə almalıyıq ki, biz bu heroqliflərlə haşır nəşir olacağıq da türklər demiş. Yəni bir öyrənəndə məsələn ilk 2 səviyyəni, okey, özünüz düşünməlisiniz ki, biraz çətindir, mən biraz qoyum qırağa. Zaten müəllimlər də belə eləyir, yəni ilk 2 səviyyədə mən özüm bilirəm məsələn. Amma beyninizdə tutun ki, mən bu heroqlifləri öyrənməliyəm. Mən başqa yolum yoxdur bu dildə, əgər mən professional səviyyəyə çatmaq istəyirəmsə. Mən bu heroqlifləri ən azının üzdən oxumağı öyrənməliyəm ki, mən hansı bir professionallıqdan danışa bilim bu dildə. Dördüncü punkt, bu öyrəndiyiniz yerdən müəllimdən asılı deyil. Ətrafınıza çinlilər çəkməlisiniz. Məsələn, indi hətta mən son dövrlərdə öz profilimdə də paylaşmışdım. Chinese Speaking Hub kimi bir belə deyək də speaking klubda, belə danışıq klubu yaradıblar. Əvvəllər belə şeylər yox idi. İndi danışıq klubları var. Konfutsiyanın özünü səhv etmirəmsə 6-cı günlər mədəniyyət dərsi olur. Yəni burada da danışıq olur. Siz Çinli hardan tapım? Mən necə o dövrdə elə Çinli yəni Azərbaycanda nə qədərdir? Ayda turistlərlə danışa bilərsiniz Targoviyə çıxıb. Yəni indi artıq mən necə tapım, necə tapmayım dövrü deyil. İkincisi də ki, mən birini nümunə gətirdim ki, Chinese Speaking Hub gedir məncə adları. Instagramda tapıb əlaqə saxlaya bilərsiniz. Yəni tamamilə qəşəng Çinləri yığırlar. Ola bilər ki, bəzi yerlərdə məsələn ECS 1-2-lərə bəs çətin ola bilər, amma o zaten ECS 1-2-lərə hər baxımdan çətindir də, yəni danışıq dərsi keçmək. Danışıq dərsləri mən hamı soruşur, keçirəm, yox, keçirəm. Həftədə 1 gün edirəm, 6-cı gün. Çinli də olur dərsimdə, yəni Çinli bir müəllim deyə cəlb eləmişəm. Amma cəmi 1 saat olur, vaxtım yoxdur, amma inşallah ki, bir gün daha çox vaxt ayıra biləndə bu işə, onda danışıq dərslərinə daha çox üstünlük verəcəm ki, tələbələr qoşulsunlar. Amma danışığı dərs kimi yox, həyatınızın bir parçası kimi eləyin. Ətrafınızda Çinlilər olsun. Daim, gündəlik ünsiyyət qurduğunuz Çinlilər olsun. Çinlilərlə dost ola bilirsinizsə olun, ola bilmirsinizsə sadəcə həmsöhbət olun. Məsələn, Azərbaycanda kifayət qədər Çinli, ola bilər ki, qızsınızsa, qızla istəyirsiniz, kifayət qədər Çinli qadınlar var ki, ünsiyyət quracaq bir insan axtarırlar, dost axtarırlar. Dost olmağa çalışın, bir yerdə ünsiyyət qurmağa çalışın, Çinli tapmağa çalışın öz həyatınıza və onu salmağa çalışın öz həyatınıza. Yoxsa Çin dilində yerli Çinli kimi səslənməyəcəksiniz. Yəni onlar kimi danışmayacaqsınız. Bu məncə önəmli punktlardan da biridir. ECS 3-dən sonra xüsusilə önəmlidir. Yoxsa öyrənə-öyrənə gedəcəksiniz və
Ya da azərbaycanlı bir həmsöhbət tapa bilərsiniz. Öz qrup yoldaşınız, sinif, nə bilim, qrupda öyrəndiyiniz və yaxud da hansısa bir qruplarda ə, azərbaycanlı, yəni Çin dilli azərbaycanlı həmsöhbət tapa bilərsiniz. Amma mütləq həmsöhbət olmalıdır. Dil praktikaya qoyulmalıdır. Müəllimə cümlələri qrup müəllimə göndərməyiniz okeydir, amma bilirsiniz bu iki tərəfli ünsiyyət deyil də. Siz o anda deyib canlı ünsiyyət qurmağı öyrənməlisiniz ki, deyib eşidəsiniz. Mən düşünürəm ki, ən yaxşı olar Azərbaycan dilini öyrənmək istəyən bir Çinli ilə ünsiyyət qurasınız ki, siz ona, o sizə kömək eləyəsiniz və beləliklə də iki tərəfin də qazancı olsun və iki tərəfin də marağı olsun. Ki, belə Çinlilər Azərbaycanda var. Növbəti mən nə deyərdim? Müəyyən bir səviyyəyə çatdıqdan sonra iş həyatına atılmağa çəkinməməlisiniz. Məsələn, özəski 4-ünüz varsa və yaxşı bilirsinizsə 4-ü, artıq iş həyatına və yaxud da hansısa bir formada Çinlilərlə daim ünsiyyətə atılmalısınız. İş ola bilər bələdçi kimi, yəni öz dostunuzu gəzdirə bilərsiniz, amma başlamalısınız. Yəni bunu özünüzə saxlamalı deyilsiniz, başlayıb praktikaya qoymalısınız. Hətta Çinə gedə bilərsiniz. Öyrəndim, imtahan verdim, Çinə oxumağa gedirəm, Çinə işləməyə gedirəm. Yəni yoxsa dili passiv eləyəcəksiniz və yavaş-yavaş unudulacaq gedəcək. Ona görə biz o dili praktikaya qoymalıyıq, o dili istifadə etməliyik. Digər bir məsələ isə mən düşünürəm ki, nə qədər çox önəmli bir punkt olmasa da, mən düşünürəm ki, hansı bir səviyyədə öz dil səviyyənizi göstərmək üçün imtahanda iştirak etməlisiniz. HSK imtahanına girməlisiniz və balaca səviyyədə bunu tövsiyə etmirəm, amma yuxarı səviyyədə mən düşünürəm ki, girməlisiniz və o sertifikatı almalısınız. Çünki bu sizə bir özgüvən qatacaq və sizin irəli səviyyədə Çinlilərlə ünsiyyətinizə məncə bir təkan verəcək. Çünki hansı bir səviyyədə insanlar üçün bu önəmlidir, motivasiyadır və mən düşünürəm ki, siz də bu addımı atmalısınız. Əgər öyrənirsinizsə, 3-cü səviyyəyə qədər tövsiyə etməm mənasızdır. Amma 3, 4, 5, 6 bunları alsanız, bu sizin üçün professional dil öyrənmə prosesinizdə bir təkan olacaq düşünürəm. Mən düşünürəm mənim əsas punktlar bunlardır, amma kimsə mənə sual olarsa və yaxud da məndən soruşacaq bir sual, nə bilim, alacağı bir məlumat olarsa, mənimlə əlaqə saxlaya bilər. Mənimlə əlaqə saxlamaq üçün zaten bildiyiniz adreslər var. Instagramdan, YouTube'dan və s. və ilaxır. Ümid edirəm bu video sizin üçün faydalı oldu. Növbəti videolarda da görüşərik.